Əhmədli metrosundan üzü Həzəsanov metrosuna tərəf irəliləyən və ortasında Ukrayna dairəsi yerləşən yol Məhəmməd Hadi küçəsində bəzi sürücülər var ki, həddən artıq özlərini ağıllı hesab edirlər və Ukrayna dairəsinə çatanda Əhmədli metrosundan Ukrayna dairəsinə tərəf irəlilədikdə qarşılarına çıxan svetoforda qırmızı işığı gözləməkdənsə svetofordan dərhal əvvəl yanacaq doldurma məntəqəsinin girişi başlayır. Qırmızı işıqda gözləməli olan sürücülər məhz bu yanacaq doldurma məntəqəsinin girişində daxil olur, sanki yanacaq doldurma məntəqəsinə girirmiş kimi. Yanacaq doldurma məntəqəsindən isə düzünə Ukrayna dairəsinə irəliləyirlər birbaşa. Yəni burada heç kim demək olar ki də, yəni yanacaq doldurmur. Buranı bir növ proxodnoy kimi, keçid kimi istifadə eləyir. Nə da nədir qırmızı işıqda gözləyəcək. Gəlib yaxınlaşıb qırmızı işığa çatanlar adətən gözləyirlər, çünki artıq svetofor dirəyinin altına gəlib çıxmış olurlar. Bu sürücülər başa düşmürlər ki, bu svetofor bura elə-belə qoyulmayıb da, yəni Ukrayna dairəsinə nəqliyyat axınını qismən yubatmaq və digər yollardan istifadə eləyib dairəyə daxil olanları rahat hərəkətini təmin etmək üçündür də. Yəni vaxt tutmaq məqsədilə 30 saniyə, 20 saniyə ərzində vaxt tutmaq məqsədi daşıyır. Baxın o BMW-nin elədiyi kimi. Yəni o BMW eləcə də bu Mercedes qırmızı işıqda gözləməmək üçün bu yolu əl atdı. Görürsüz? Var, belə sürücülər çoxdur. Onlar dərk eləmirlər ki, onların hər birinin bu yolda irəliləməsi dairədə tıxaca səbəb olur. Referans klinikasına çatanda artıq qırmızı işığa, svetofora, orada sürücülərə qırmızı işıq yananda digər tərəfdən gələnlər yaşıl işığa düşür və baxın, yanacaq doldurma məntəqəsinin ərazisindən qırmızı işıqda gözləməmək üçün proxodnoy kimi istifadə edən sürücülər. Görürsünüz, heç biri yanacaq doldurma məntəqəsində ağ maşın və qabaqdakı qara maşın heç biri gözləmədi. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.